sən uşaqlara enerjini ötürmə. Çünki hansısa tupoy deyib ki, belə şey olmaz. Yəni məni düzgün anlayın. Bunlar hamısı səfəngahdır. Bunlar heç bir altında əsası olmayan bir şeylərdir. Hə, demirəm ki, nənələr gəlib yeni doğulan uşağa gəlinin üstünə və yaxud da kürəkənin başının üstə durub desinlər ki, uşağa şirin çay içizdir, uşağa şirin çay və uşağı bankala, 3 aylıq uşağı bankala. Yox. Belə cəfəngiyatdan da qarşı alınmalı təbii ki, amma nənə babalar, yəni ana atalarımız da bəli, həyatımızda o yenə populist psixologiyanın olduqca təhlükəli tərəfləri var. İnsanlar səhv anlayır. Şəxsi sərhədlər deyəndə o demək deyil ki, atamızın alnının ortasına ya da başının üstdən sərhəd çəkək, anamızı həyatımıza buraxmayaq və yaxud da o yox deməyi öyrən deyirlər. Deyir ki, Nizam bəy, mən bu gün yox deməyi öyrəndim. Deyirəm necə? Deyir küçədə bir nəfər məndən siqaret istədi ya da su istədi. Dedim yox. Yəni bu bilirsiniz, yəni nəzərdə tutulur ki, həyatınızı dağıdacaq şeylərə icazə verin, amma qardaş bacılıq, ata-analıq, nənə-babalıq, qohumçuluq